axşamlar. Əziz dinləyicilər, qərib axşamlarda yazıcı publisist Mustafa Cəməllinin xatirələrində Xosrov Fərəcov, Qafar Namazəliyev yad edəcəyik. Xosrov Fərəcov, Qafar Namazəliyev. Bilmirəm bu imzalar sizə tanış gəlirmi? Onların haqqında bir şey bilirsinizmi? Şübhə etmirəm ki, onlar barəsində məlumat olanlar çox azdır. Əlbəttə, mən heç də bundan sevinmirəm, əksinə təəssüflənirəm. Adlarını çəkdiyim, xidmətlərini andığım bu insanlar təbii ki, fərqli ildə, fərqli gündə anadan olublar. Fərqli bir ömür talihi yaşayıblar. Hər biri bir neçə mahnı bəstələyib, öz dövrlərində həvəskar bəstəkar ayaması ilə yaşayıblar. Amma xoşbəxtlikdən imzalarından artıq yaratdıqları mahnılar yaddaşlara köçüb. Bəstəkar, dirijor, tarzən Xosrov Fərəcov həm də məşhur Şur ansamblının yaradıcısı, bədii rəhbəri kimi xatirələrdə yaşayır. Bir insan sənətkar kimi onun həyat hekayəti mənalı və düşündürücüdür. Xosrov Cavadoğlu Fərəcov 1924-cü ildə Şuşada anadan olub. Onun atası Cavad kişi dövrünün tanınmış dərzilərindən idi. Cavad kişi əvvəl Şuşadan Yevlağa, oradansa Ağdama köçüb məskunlaşmışdı. Dərzi Cavadın oğlu Xosrovun musiqi istedadı çox erkən yaşlarında üzə çıxmışdı. Musiqi tədqiqatçısı Firudin Şuşinskinin yazdığına görə Xosrovun musiqi qabiliyyətini, gözəl istedadını eşidən dahi bəstəkarımız Üzeyir bəy onu 1947-ci ildə Bakıya dəvət etmişdi. Bakıda Filarmoniyanın səhnəsində Xosrovun şur çalmasını dinləyən böyük bəstəkar səhnəyə çıxaraq gənc tarzəni bağrına basaraq onun çalğısından xüsusi həzz aldığını söyləmişdi. Xosrov Fərəcov Azərbaycan Dövlət Konservatoriyasını bitirib, uzun illər Ağdam Musiqi Məktəbində şagirdlərə dərs demişdi. Xosrov Fərəcov 1952-ci ildə Ağdam şəhərində Şur ansamblının bünövrəsini qoymuşdu. Bu ansambl ilk çağlarda Ağdam Mədəniyyət Evinin öz fəaliyyət dərnəyi kimi fəaliyyət göstərirdi. Ansambl 1954-57-ci illərdə Respublika Bədii öz fəaliyyət festivallarında öz uğurlu çıxışları ilə yüksək mükafatlara layiq görülmüşdü. Bu ansamblın ilk üzvləri Varad Fərhadov, Aydın Məmmədov, Abbas Yusifov, Cavanşir Hüseynov, Akverdi Quliyev, Qədir Rüstəmov idi. Ey bir surətin gördükdə lalilər məni, surət halım görəyən surət xəyalilər məni. Mehri salmazsan, mənə rəhm eyləməzsən, qonca kim, sayə tək sevdayı zülfün payımal eylər məni. Zəhfi taleyi, maneyi tövfiq olur hər necə kim, iltifatın aruzu məndir, sal eylər məni. 1960-cı ilin may ayında Bakıda keçirilən Respublika Bədii öz fəaliyyət baxışının yekun konsertində Şur ansamblı Ağdam şəhər Mədəniyyət Evinin xalq çalğı alətləri ansambl adı ilə çıxış etmişdi. Bu dəfə ansamblın bədii rəhbəri Xosrov Fərəcov çahargah muğamını hazırlamışdı. O, bu muğamın şöbələrini xanəndələrdən Qədir Rüstəmov, Paşa Əsədov, Abbas Yusifov, Sabir Abbasov və Cavanşir Hüseynovun səs imkanlarına görə paylaşdırmışdı.
Xalqin imanını gəlməklə şeytan aparır. Ol kaman qaşlı nə deyəm, bəs belə iman aparır. Ey kaman qaşlı məni yar elədi qəmdən oxuyur. Ey kaman qaşlı məni yar elədi qəmdən oxuyur. Zülfünü bas yarama, koyma məni qan aparır. Ədəbiyyat və İncəsənət qəzeti bu barədə yazırdı. Həmişəki çıxışlarından fərqli olaraq Ağdamlılar Cahargah muğamını ifa eləmək üçün 5 nəfər müğənni səhnəyə çıxarmışlar. Cahargahın hər bir hissəsini bu 5 nəfərdən biri ifa eləyirdi. Bir-birindən incə və gözəl səsə malik olan Ağdamlıların salondakılar tərəfindən hərarətlə qarşılanan bu çıxışı Qarabağda Azərbaycan xalq muğamlarını ifa edən yeni və ümid verən müğənnilərin yetişməkdə olduğunu göstərdi. ...1958-ci ildə Ağdamda Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbi açıldı. Əli Paşa Daşdəmirov məktəbə direktor təyin olundu. Xosrov Fərəcov burada tar müəllimi kimi fəaliyyətə başladı. 1961-ci ildə Bakıda Müslüm Maqameyev adına Azərbaycan Dövlət Filarmoniyasında ansamblın parlaq çıxışları hər kəsi heyran eləmişdi və həmən vaxtdan ansambla Şur adı verilmişdi. ...1963-cü ildə Xosrov Fərəcovu məktəb direktoru təyin etdilər. Elə bu çağdan başlayaraq Şur ansamblının tərkibi genişləndiyi kimi repertuarı da çox zənginləşmişdi. Son dərəcə gözəl səsə, fitri istedada malik olan gənc xanəndələr Aydın Məmmədov, Haqverdi Quliyev, Aydın Niftəliyev, Barat Fərhadov, Hafiz Sədirzadə, Paşa Əsədov, Misir Həsənov, Südabə Bayramova, İsrafil Əsədov, Əlisafa Hüseynov, Araz Əliyev, Sədi Məmmədov, çalğıçılardan Abbas Yusifov, Rafiq Rüstəmli və başqalarının konsert çıxışları doğrudan da tamaşaçılara unudulmaz anlar bəxş etmişdi. Ağdam günləri adı altında Şur ansamblının Bakıya hər gəlişi paytaxtda bayram ovqatı yaradardı. Bu ansamblın çıxışı Respublika televiziyası ilə nümayiş etdirilərdi. Mən özüm də 70-ci illərdə Şurun Filarmoniyada verdiyi bir konsertdə iştirak etmişdim və bu ansamblın yüksək peşəkarlığına, xanəndələrin bir-birini tamamlayan səslərinə heyran olmuşdum. Bir muğam dəstgahının 5-10 xanəndə tərəfindən ifa olunması ənənəsi də məhz Şur ansamblının bədii rəhbəri Xosrov Fərəcova məxsusdur. Ki
xalq artisti Əfrasiyab Bədəlbəyli xalq çalğı alətləri və ifaçılıq problemləri məqaləsində öz yaradıcılıq siması olmayan ansamblların bolluğundan söz açaraq yazırdı. Təəssüf ki, ansambllar bir-birindən az fərqlənirlər. Yalnız Ağdam rayonu Mədəniyyət Sarayındakı Şur ansamblı haqqında bunu demək olmaz. Bu kollektivin bədii rəhbəri, istedadlı musiqiçi Xosrov Fərəcovun bədii zövqü insanı valeh eləyir. Kollektivin əldə etdiyi yaradıcılıq nailiyyəti də göz qabağındadır. Bu müvəffəqiyyət ona görə əldə edilmişdi ki, Xosrov Fərəcov başqasının yaradıcılığını təqlid etməmiş, öz gözəl kollektivinin orijinal yaradıcılıq simasını tapmağa çalışmış və buna nail olmuşdu. ...1973-cü ildə Moskvada SSR Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində uğurla konsert verən ansambl, o zamanki Sovetlər ölkəsində 800-ə qədər konsert vermiş, üzvləri üst-üstə 47 qızıl medala layiq görülmüşdü. Əməkdə igidliyə görə medalı ilə təltif olunmuş Xosrov Fərəcovun musiqi məktəbinin direktoru kimi fəaliyyəti təqdirə layiq olmuşdu. O çox bacarıqlı təşkilatçı idi. Ağdam Musiqi Məktəbinin məzunları bu gün də musiqi məktəbindəki nizam-intizamdan, səliqə-səhmandan, limon bağından, tovuz quşlarından könül xoşluğu ilə danışırlar. Mədəniyyət naziri Zakir Bağırov, maestro Niyazi, bəstəkar Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Süleyman Ələsgərov vaxtaşır bu məktəbə baş çəkər, öz qayğılarını əsirgəməzdilər. Çox təəssüflənirəm ki, Şur ansamblının Respublikaya səs salan o bənzərsiz, təkrarsız konsert çıxışlarının bir dənə də olsun çəkilişi qalmayıb. Buna biganəlikdən, unutqanlıqdan özgə nə ad vermək olar? Amma Xosrov Fərəcov Şur ansamblının yaradıcısı kimi Ağdam, Ceyran bulağı, Külək məni yaralama mahnılarının bəstəçisi kimi yaşayır. Külək məni yaralama mahnısının ilk ifaçısı Sədi Məmmədov olub. Bu mahnını Ağdamdan Bakıya konsert verməyə gələrkən elə yoldaca Xosrov Fərəcov Sədiyə öyrədib. O da ilk dəfə paytaxt tamaşaçıları qarşısında oxuyub. Xosrov Fərəcov ona göstərilən sayğısız münasibətdən, unutqanlıqdan sarsılıb Bakıya köçmüş, lakin burada da öz peşəsinə uyğun bir iş tapa bilməmişdi. 1993-cü ildə çox sevdiyi Ağdam şəhəri işğal olunandan sonra cəmi 3 il yaşamışdı. 1996-cı ildə dünyasını dəyişən Xosrov Fərəcovun cənazəsi Günəşli qəbristanlığında torpağa tapşırılmışdı.
sabahın toy otağıdır. Bülbüller sayrışan gül yatağıdır. Baharın çiçekli güllü çağıdır. Ne güzel yaraşır ad sana yadan. Laydır bu güzel ad sana yadan. Ne güzel yaraşır ad sana yadan. Laydır bu güzel ad sana yadan. Senin bir başka saadetin var. Musiki diyarı sana şöhretin var. Senin bir başka saadetin var. Musiki diyarı sana şöhretin var. Neyse geldim imaretin var. Ne güzel yaraşır ad sana yalan. Layıktır bu güzel ad sana yalan. Neyse geldim imaretin var. Ne güzel yaraşır ad sana yalan. Layıktır bu güzel ad sana yalan. Qafar Namazəliyev. Mən bəstəkar, müğənni, jurnalist Qafar Bayraməlioğlu Namazəliyevi şəxsən tanımazdan çox illər öncə Vaxt ötür evlən deyir mahnısı ilə tanımışam. Bu şən, subay gənclərin ovqatını özündə əks etdirən mahnı ruhuma, yaddaşıma unudulmaz müğənnimiz İslam Rızayevin ifasında köçmüşdü. O zamanlar bu mahnının şən, oynaq melodiyası, sadə mətni cavanların dillər əzbəri idi. Ellerimi sıkan dost, gözlerime bakan dost. Ellerimi sıkan dost, gözlerime bakan dost. Subaylıktan söz alıp, yüreğime köz salıp, ömür olur şen değil, bak götürebilen değil. Ömür olur şen değil, bak götürebilen değil, bak götürebilen değil. Sənigəsiz yataqda, isinməmiş otaqda, gecikirsən sən deyir, bak götürebilen deyir. Sənigəsiz yataqda, isinməmiş otaqda, gecikirsən sən deyir, bak götürebilen deyir, bak götürebilen deyir. Mən Qafar Namazəliyevlə 1976-cı ildə Ədəbiyyat və İncəsənət qəzetinin redaksiyasında tanış olmuşam. Başı bəlalar çəkmiş, 1940-cı ildə Qazaxıstana, daha sonra Özbəkistana sürgün olunmuş Cahan Talışinskaya haqqında yazdığım məqaləni çap etdirmək üçün Ədəbiyyat və İncəsənət qəzetinin redaksiyasına gəlmişdim. İlk qarşıma çıxan əməkdaşlardan musiqi şöbəsini soruşmuşdum. O əməkdaş isə şöbənin səmtini mənə göstərib, gedin bəstəkar Qafar Namazəliyevin yanına demişdi. Mən musiqi şöbəsinə daxil olanda qızılı saçları axıb alnına tökülmüş cavan bir kişinin nə isə yazdığını gördüm. O ayaq səslərinə başını qaldırdı, sorğu dolu gözləri ilə mənə baxdı. Mən də çəkinə-çəkinə Cahan xanım haqqında yazdığım məqaləni qəzet bükülüsünün arasından çıxarıb onun qarşısına qoydum. Qəribə idi ki, bu cavan bəstəkardan hər kəsdən gözlədiyim gedin filan vaxt gələrsiniz hökmünü eşitmədim. O dərhal əl yazmanı oxumağa başladı. Nigarançılıq içində onun məqaləni oxuyub bitirməsini və verəcəyi qərarı gözləyirdim. Nəhayət, bu əl yazmanı oxuyub başını qaldırdı. Bu da 41-ci dedi. Başa düşmədim, dedim. Firidun Şinski 40 nəfər ifaçıdan yazıb. Sizin yazınız da bu sahədə 41-ci olur. O mənim yazımı təriflədi və Azərbaycan Dövlət Universitetinin Jurnalistika Fakültəsinin 5-ci kurs tələbəsi sözlərinin üstündən xətt çəkdi. Heç kəs inanmaz ki, bu yazını tələbə yazıb. Gəl məqalənin də adını bir adın ünvanı ilə qoyaq. Mən onunla razılaşdım və göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib ondan ayrıldım.
Günüş saat yadımda olmasa da 1976-cı ildə Vaxt ötür evlən deyir mahnısının müəllifi Qafar Namazəliyevlə belə tanış olmuşdum. Qafar Bayraməlioğlu Namazəliyev 28 dekabr 1938-ci ildə Füzuli rayonunun Horadiz kəndində Ziyalı ailəsində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Bakıya gəlib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə oranı bitirib, Maşdağı qəsəbəsində 255 saylı məktəbdə dil ədəbiyyat müəllimi işləmiş, daha sonra da həmin qəsəbədə 17 saylı məktəbdə musiqi müəllimi olmuşdu. Bəstəkarlığa, müğənniliyə böyük marağı olan Qafar Namazəliyev 1964-cü ildən Maşdağı qəsəbəsinin klubunda bədii rəhbər kimi səmərəli fəaliyyət göstərmişdi. Klublarda, müxtəlif tədbirlərdə, müsamirələrdə, filarmoniyada müğənni kimi konsertlər verən Qafar Namazəliyevin qəlbində mahnı bəstələməyə böyük bir həvəs vardı. Məktəblər üçün çoxlu mahnı yazmışdı. Füzulinin sözlərinə təsniflər, Nişan göndər, Küsmə məndən adlı mahnılar da bəstələmişdi. O dəfələrlə mahnılar müəllifi və öz fəaliyyət dərnəyinin bədii rəhbəri kimi fəxri fərmanlarla təltif olunmuşdu. Bugün yarı çox gözlədim, gec gəlmişdi, nə gizlədim. Bugün yarı çox gözlədim, gec gəlmişdi, nə gizlədim. Gəl qol-qola gəzək dedim, gəl qol-qola gəzək dedim. Nişan göndər, sonra dedi, nişan göndər, sonra dedi, nişan göndər, sonra dedi, nişan göndər, sonra dedi. Dedim sinəmə çəkmə da, dedi yolda tez nişan tayar. Dedim sinəmə çəkmə da, dedi yolda tez nişan tayar. Dedim gəlim sizə nə var, nişan göndər, sonra dedi. Dedim gəlim sizə nə var, nişan göndər, sonra dedi, nişan göndər, sonra dedi. Qafar Namazəliyev jurnalist kimi də səmərəli fəaliyyət göstərmişdi. O, 1975-ci ildən 1991-ci ilə qədər Ədəbiyyat və İncəsənət qəzetində musiqi şöbəsinin müdürü, 1991-ci ildən 96-cı ilə kimi isə İncəsənət qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdı. Bu illər ərzində Qafar Namazəliyev çoxlu sayda məqalələr yazıb çap etdirmişdi. Onun tərtibçiliyi ilə Azərbaycan Xalq Mahnı və Təsniflər kitabı İşıq nəşriyyatı tərəfindən böyük tirajla ilk dəfə çap edilərək yayılmışdı. Bu ilk tanışlıqdan sonra vaxtaşırı məqalələr yazıb ona təqdim edirdim. Çünki ona güvənirdim. O da həmişə mənə qayğı ilə yanaşar, yazılarımı redaktə edib baş redaktora təqdim edərdi. Sözə, sənətə önəm verilən çağlar idi. Hər sözün, ifadənin, cümlənin üstə əsərdik, mübahisə edərdik və sonda ortaq məxrəcə gələrdik. Beləcə bizim aramızda dostluq münasibəti yaranmışdı. Hətta Hüseynqulu Sarabskinin 100 illik yubileyi münasibəti ilə birgə radyo verilişi də yazmışdıq. Qafar Namazəliyevin tərtib etdiyi mahnılar kitabının 2 dəfə nəşr olunması təsadüfi deyildi. O, bu mahnı və təsnifləri, deyişmələri, aşıq mahnılarını səriştəli musiqişünas, bəstəkar, müğənni həssaslığı ilə tərtib etmişdi. Bir çox mətnlərin müəllifini müəyyənləşdirmiş, yanlış misra və bəndlərin əsl variantını bərpa etmiş, çətin anlaşılan bəzi alınma sözlərin lüğətini də vermişdi. Kitaba ön söz yazan xalq artisti Tofiq Quliyev, Qafar Namazəliyevin bu xidmətini nəcib və xeyirxah iş hesab edərək yazmışdı. Xalq yaradıcılığının inkişafına, ümumiyyətlə, klassik irsə, folklorun toplanıb nəşr olunmasına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyi indiki vaxtda, jurnalist musiqişünas Qafar Namazəliyevin toplayıb tərtib elədiyi Azərbaycan Xalq Mahnı və Təsnifləri toplusu şübhəsiz ki, böyük əhəmiyyətə malikdir. Zərif zarafatı, incə yumoru sevən Qafar Namazəliyevin şairlik istedadı da vardı və hərdən şeirlər də yazardı.
1938-ci ilin dekabrında dünyaya göz açan Qafar Namazəliyev 1998-ci il 27 yanvarda haqqa qovuşdu. Doğmaları onu Horadiz kəndində torpağa tapşırdılar. Əziz dinləyicilər, qərib axşamlarda yazıcı publisist Mustafa Kəməllinin xatirələrində Xosrov Fərəcov, Qafar Namazəliyevi yad elədik. Redaktor Günel Natiq, rejissor Gülşən Səmədovadır. Mətni Səməd Yusifcanlı oxudu.